Salam kanalıma xoş gəlmisiniz. Coğrafiya Dim test toplusu suallara qaldığımız yerdən davam edirik. 71-ci suala baxarıq. Bakıdan 270 dərəcə azimutla 40 dərəcə, sonra 180 dərəcə azimutla 30 dərəcə gedən müşahidəçinin çatdığı məntəqənin coğrafi koordinatlarını və onun Bakıdan hansı istiqamətdə olduğunu təyin edin. Gəlin bunu çəkək. Deməli, Bakı bildiyimiz kimi yerləşir 40 dərəcə şimal enli dairəsində, 50 dərəcə şərq uzunluğunda. Deməli, Bakıdan 270 dərəcə deyir. 270 dərəcə olduğu üçün biz bu istiqamətə, yəni qərb istiqamətdə gedəcəyik. 40 dərəcə. Biz qərbə doğru getdiyimiz üçün 40 dərəcəni çıxacaq. Niyə? Çünki qərbə doğru dərəcə azalır. 50-dən 40 çıxanda 10 dərəcə. Deməli, 10 dərəcə şərq uzunluğu. Yazaq hətta buradan 10 dərəcə şərq uzunluğunda dayanıb. Müşahidəçi. Sonra 180 dərəcə azimutla 30 dərəcə gedib. Baxın, buradaydı müşahidəçi. Cənuba doğru 180 dərəcə azimutla gedib 30 dərəcə. Cənuba doğru getdiyimiz üçün yenə çıxırıq 30 dərəcəni. 40 dərəcədən 30 dərəcəni çıxırıq. O da edir 10 dərəcə, yəni burada dayandı. 10 dərəcə şimal enli dairəsi. Məntəqənin coğrafi koordinatları belə olacaq. 10 dərəcə şərq uzunluğu, 10 dərəcə şimal enli dairəsi. Bakıda buraydı. Həmin məntəqədə olsun deyəlim ki, A məntəqəsi. Bizdən istiqamətdə soruşun. Hansı istiqamətdədir? Baxın. Cənubi qərb istiqaməti. Variantlara baxırıq. 10 dərəcə şimal enli dairəsi, bəli. 10 dərəcə şərq uzunluğu cənub qərb istiqamətindədir. Deməli, 71-ci cavabı B variantıdır. 72-ci suala baxarıq. Bu çox asan sualdır, sadəcə diqqətli olmaq lazımdır. 25 dərəcə 36 dərəcə şimal enli dairələri və 46-56 dərəcə şərq uzunluqları arasında yerləşən coğrafi koordinatlar hansı sahələrə düşür? Gəlin baxaq. Birinci enli dairəsinə baxırıq. Şimal enliyində yerləşir məntəqə 25 və 36 deyir. Deməli, yerləşəcək 20-dən 25 bura düşür, 36 da bura düşür. Deməli, 2 və 4 hər ikisi aiddir enliyə. 46 və 56 dərəcə şərq uzunluğu. 46 başlayır 45-dən sonraya, 56 da həmçinin bura düşür. Yəni, bizə artıq bu məntəqələr aid olmayacaq. Bu hissələr aid olacaq, yəni 2 və 4. Cavab neçə olacaq? 72-ci cavabı E variantı. 73-cü suala baxırıq. 25-36 dərəcə cənub enlikləri və 46-56 dərəcə qərb uzunluqları arasında yerləşən coğrafi koordinatlar hansı sahələrə düşür? Bu səfər cənub enliyindədir. 25 dərəcə olduğu üçün biz buranı götürə bilərik. Sonra 36 dərəcə olduğu üçün yenə 2 və 4-ü götürə bilərik. Amma gəlin baxaq görək, uzunluqlar qərb uzunluğunda aiddir bu məntəqələrə. 46-56 dərəcə. 46-56 dərəcə, deməli, uzunluq bu tərəfdir. 46 dərəcə 45-dən üzü o tərəfədir. 56 dərəcədə həmçinin burada yerləşir. Deməli, bunları götürə bilmirik. Biz götürürük ancaq 1-dən 3-ü. 1-dən 3 həm 25-36 arasında yerləşir eyni dairələri. Həm də bu verilən uzunluqların arasında yerləşir. Deməli, variant nə olacaq? 1 və 3. 73-cü cavabı A variantıdır. 74-cü suala baxırıq. Eyni meridian üzərindəki A, B və C məntəqələrindən A 40 dərəcə şimal enli dairəsində yerləşir. Gəlin bunu çəkək. Deməli, 40 dərəcə şimal enliyi eyni meridian üzərində yerləşir. Bilmirik prosta hansı uzunluqdur. A məntəqəsi. Bax, A məntəqəsi buradır. Sonra B nöqtəsi ondan 3885 kilometr şimalda. 3885 kilometr. Birinci biz dərəcəni tapmalıyıq. Dərəcəni tapmaq üçün həqiqi məsafəni bölməliyik 111-ə. Çünki meridian üzrə hərəkət elədiyimiz üçün meridian üzrə 1 dərəcənin qiyməti 111 kilometrdir.
Buna görə də biz 3885-i bölərik 111-ə. Taparıq ki, buradan bura neçə dərəcə gedib. Gəlin bölək. Buradan da 5 olacaq, 35 dərəcə. Üzü yuxarı getdiyimiz üçün toplayacaq. Çünki qütbə doğru dərəcənin qiyməti artır. 40-ın üstünə 35 dərəcə gəlsək, təxminən buralar olacaq. Bu nöqtə olacaq. 40-ın üstə 35 gələndə edəcək 75 dərəcə şimal dairəsi. Deməli, B yerləşdi 75 dərəcə şimal dairəsində. C isə deyir cənubdadır. C nöqtəsi 1665 kilometr cənubdadır. Yenə 1665-i bölürük 111-ə. Çünki meridian üzrə hərəkət edirik. 15 dərəcədə cavab. Aşağı doğru gəldiyimiz üçün çıxacaq. Çünki ekvatora doğru dərəcə azalır. 40-dan 15 çıxanda edəcək 25 dərəcə. Şimal dairəsi. Burada oldu C. Deməli, indi bizdən nə istəyir? B və C nöqtələrin yerləşdiyi coğrafi enlikləri müvafiq olaraq təyin edin. B 75, C də 25 variantlara baxırıq. C variantı uyğundur. 74-cü cavabı C variantıdır. 75-ci suala baxırıq. Yerin coğrafi qütblərinə aid olmayan əlamət. A variantı. Bütün meridianlar coğrafi qütblərdə birləşir. Bəli, düzgündür. Gəlin baxaq. Görürsünüzmü? Bütün meridianlar gəlir coğrafi qütblərdə birləşir. Həm cənub coğrafi qütbündə, həm də şimal coğrafi qütbündə. B. Yerin öz oxu ətrafında fırlanması zamanı ən böyük çevrə cızır. Xeyr, bu ekvatora aiddir. Ən böyük çevrəni cızan ekvatordur. Baxın, yer öz oxu ətrafında fırlanan zaman ekvator ən böyük çevrəni cızmış olur. Baxın, burada daha yaxşı görsənir. Bu ekvatora aid fikirdir. Yəni, qütblərə aid olan fikir deyil. B. Səhv cavabdır. C. Ekvatordan eyni məsafədə yerləşir. Bəli, ekvatordan hər iki coğrafi qütb eyni məsafədə yerləşir. Hətta burada daha aydın görsənir. Hər iki coğrafi qütb ekvatordan eyni məsafədə yerləşir. Sonra, yerin xəyali fırlanma oxunun səthlə keçdiyi nöqtələrdir. D. Düzgün cavabdır. Y. Yerin fırlanması zamanı praktik olaraq hərəkətsiz nöqtələrdir. Bu da düzgün cavabdır. 75-in cavabı B variantı oldu. 76-cı suala baxırıq. Ekvator üzərində 170 dərəcə qərb uzunluğundan 7992 km qərbdə yerləşən nöqtənin coğrafi uzunluğunu müəyyən edin. Deməli, ekvator üzərindəyik. 0. 170 dərəcə qərb uzunluğundayıq. Qərbə doğru hərəkət edəcəyik. Yəni, bu istiqamətdə. Biz də bilirik ki, burada 180 dərəcədə qərb uzunluğu artıq bitir. Bu tərəfə geçsək, artıq şərqə doğru getmiş olacaq. İndi nə deyirik? Gəlin birinci dərəcəni tapaq. Görək, neçə dərəcə bu tərəfə gedib. 7992-ni bölərik 111-ə. 72. Bilirik ki, artıq 72 dərəcə gedib. Buradan bura 10 dərəcədir. 170-dən 180-ə qədər 10 dərəcədir. 72-dən 10-u çıxarıq. Neçə edər? 62. 62 dərəcədə artıq şərqə doğru gedəcək. Biz də bilirik ki, şərq artıq 180 dərəcə buradadır. Artıq 180 dərəcə şərq uzunluğu üzü bu tərəfə artıq dərəcələr azaldığı üçün 180-dən də 62-ni çıxarıq. Bilərik ki, coğrafi uzunluq hansıdır? Baxaq, 180 çıxılsın 62, 10-dan 2, 8, 7-dən 6, 1, 118 dərəcə şərq uzunluğu. Gəlib dayanıb burada, 118 dərəcə şərq uzunluğunda. Variantlara baxırıq, 76-nın cavabı C variantıdır. 77-ci suala baxırıq. Bir bölünsün 500.000 miqyaslı xəritədə 0,5 dərəcə meridian qövsünün uzunluğu neçə santimetrdir? 1 dərəcə 111 kilometrdir. 0,5 dərəcəni də tapmaq üçün keçən dərslərimizdə qeyd eləmişdim. Yenə qeyd edeyim. 111-i bölürük 2-yə, o da eləcək 55,5 kilometr. Yəni 0,5 dərəcənin qiyməti 55,5 kilometrdir. Bizdən meridian qövsünün uzunluğu neçə santimetrdir? Xəritədəki məsafəni soruşur, xəritədəki uzunluğu soruşur. Deməli,
O da bərabərdir həqiqi məsafə 55,5 bölünsün miqyasdan 5 sıfır atırıq 5-ə. O da bərabərdir 11,1-ə. Cavab oldu 77-nin cavabı oldu A variantı. 78-ci suala baxırıq. 1 bölünsün 5 milyon miqyaslı xəritədə 2,5 dərəcəlik meridian qövsü neçə santimetr olar? 1 dərəcə 111 kilometrdir. 2,5 dərəcəni tapmaq üçün 2,5-i vurarıq 111-ə. Birbaşa cavabı yazacağam mən. 277,5. 277,5-i də bölərik miqyasa. Yenə 5 sıfır atırıq. 3, 4, 5. 50-yə. 277,5 bölünsün 50. Yenə birbaşa cavabı yazaq. 5-dan %55. Cavab B variantı. 79-cu suala baxırıq. Xəritələrdə Avrasiya materikini kəsməyən xəttlər. Gəlin Avrasiya materikini açaq xəritədə. Deməli, bir Greenwich meridianı. Greenwich meridianı başlanğıc meridiandır, 0 dərəcə uzunluqdadır. Greenwich meridianı kəsir. Xəritəni dəyişdim, bu xəritədə daha aydın görsənir. Greenwich meridianı bu qalın xəttlə çəkilmiş xəttdir, başlanğıc meridian. Görürsünüzmü? Avrasiya materiki də bu materikdir, kəsir həqiqətən. Deməli, bir düzgün cavabdır. 2 ekvator, xeyr, ekvator kəsmir. 2-ni götürmürük, çünki ekvator buradan keçir. Kəsmir. 180 dərəcəlik meridian kəsir. Baxın, 180 dərəcəlik meridian budur. Buradan kəsir. Sonra cavab oldu neçə? 1, 3, bir də cənub tropik xətti kəsmir. Çünki cənub tropik xətti cənubda yerləşir. Şimal tropik xətti kəsir, bəli. Bu da şimal tropik xətti. Kəsir həqiqətən də. Deməli, nə oldu? 1, 3, bir də 6. 79-un cavabı E variantıdır. Yox, kəsməyəni soruşur. Üzr istəyirəm. Kəsəni yox, kəsməyəni soruşur. Ona görə kəsməyənləri götürəcəyik. Gəlin baxaq. Kəsməyənlər hansı olacaq? Ekvator, cənub qütb dairəsi, bir də cənub tropik xətti. 2, 4, bir də 5. 2, 4, 5. Bizdən kəsməyəni soruşur. Diqqətli olmaq lazımdır. 79-un cavabı D variantı olacaq. Bu səfər növbəti sualda artıq kəsəni soruşur. Ona görə biz rahatlıqla Greenwich meridianı, şimal tropik xəttin, bir də 180 dərəcəlik meridianı götürə bilərik. 1, 5, 6. 80-in də cavabı Y variantıdır. Belə. Bu video üçün bu qədər. Ümid edirəm ki, sizlər üçün faydalı video olmuşdur. Əziz abituriyentlər, əziz MİQA hazırlaşan müəllimlər, videomuzu bəyəndinizsə kanala abunə olun. Bəyən butonuna basmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm. Təşəkkür edirəm. Gələn test tapşırıqlarında görüşmək üzrə.